İngilis dilindən bugünkü mövzumuz zamanlarla bağlıdır. İndiki sadə zaman və indiki davam edici zaman arasında olan fərqlər nələrdir? Cümlələr vasitəsilə bunları daha aydın görmək mümkündür. Məsələn, I go to school every day və I am going to school now. Bu cümlələrdən birincisi indiki sadə zamanda, ikincisi isə indiki davam edici zamandadır. Deməli, indiki sadə zamanda cümlələrimizi istifadə edərkən feillərin önünə və yaxud da ki sonuna heç bir şəkildə əlavə etmirik. Amma indiki davam edici zamanda feillərin önündə to be-nin köməkçi feilləri am, is, are və feilin sonunda isə ing şəkilsi əlavə etmək mümkündür. İndi növbəti hər hansı bir cümləni tərcümə edərkən bu cür demək lazımdır. Məsələn, mən hər gün futbol oynayıram və hal-hazırda futbol oynayıram. Bunu necə deyərik? I play football every day. Bu indiki sadə zamandadır. I am playing football now. Mən indi futbol oynayıram. Bu isə indiki davam edici zamanda istifadə olunur. İndiki davam edici zamanda cümlələrimizin sonuna now, at present, at the moment ifadələri əlavə edə bilərik. İndiki sadə zamanda olan cümlələrimizə isə every day, every month və yaxud da usually, often sözləri istifadə etmək